Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Marneuli şəhərində də Novruz bayramı təntənə ilə qeyd olunub. Tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili də iştirak edib. Bu barədə daha ətraflı Gürcüstan təmsilçimiz Şah İsmail Şəmmədoğlu'nun video materialında. Marneuli rayon mərkəzində keçirilən Novruz bayramında təkcə bu rayonun sakinləri deyil, eləcə də soydaşlarımızın kompakt yaşadığı Dumanisi, Bolnisi, Qardabani və digər bölgələrdən gələn Azərbaycanlılar öz pavilyonu ilə burada iştirak edirlər. Şənlikdə xalqımızın qədim tarixini və adət-ənənələrini əks etdirən atributlar nümayiş olundu. Tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili də iştirak etdi. Baş nazir Novruz bayramı münasibəti ilə soydaşlarımıza təbriklərini çatdıraraq onlara sülh və tərəqqi arzuladı. Bizim dəyərli həmvətənlərimizi, Azərbaycanda və Türkiyədə yaşayan bacı qardaşlarımızı, eləcə də Azərbaycan prezidenti cənab İlham Əliyevi bu bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Vətəndaşlarımıza sülh, əmin-amanlıq, xoş günlər, bol ruzi, daha çox xoşbəxtlik və sabitlik arzulayıram. Bu bayram eyni zamanda sülhü, firavanlığı və xoşbəxtliyi təmsil edir. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Khan Orbay və digər rəsmi şəxslər də bayram təbriklərini çatdırdılar. Bugün də xüsusi rəmzi xarakter daşıyır. Soydaşlarla birgə Gürcüstanda bu bayramı qeyd eləmək da bu bayram ərəfəsində soydaşlarla birgə təmasdır. Azərbaycan xalqını, Gürcüstanda yaşayan azərbaycanlılarımızı, soydaşlarımızı bu gözəl bayram münasibətilə təbrik edirik. Firavan həyat, əmin-amanlı su, tərəqqi arzu edirik. Balkanlardan Orta Asya'ya, tüm Türk dünyasında kutlanan bu kadim bayramımız hem burada Azerbaycanlı kardeşlerimize hem tüm Türk dünyasına huzur, barış, bereket, bolluk getirsin. Şənlikdə bayram tonqalı yandırıldı. Çıxış edənlər bildirdilər ki, xalqlarımız arasında münasibətlər daha da möhkəmlənəcək. Şota Rustavelinin Pələng dərsi geymiş pəhləvan əsərində də Novruz bayramı ilə bağlı məlumata rast gəlmək olur. Bu da onu göstərir ki, müxtəlif dövrlərdə Novruz bayramı hər zaman müxtəlif xalqlar tərəfindən böyük sevgi ilə qeyd olunurdu. Gürcüstanda yaşayan Azərbaycanlıları və bütün dünyada yaşayan Azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edirəm. Ailələrimizdə, ellərimizdə hər zaman gözəl günlər, bayramlar olsun. Qonaqlar milli mətbəximizin təamlarından daddılar. Şah İsmail Şəmmədoğlu, Rüstəm Mikayılzadə, Rövşən Əliyev, Azərbaycan televiziyasının Gürcüstan bürosu, Marneuli.